Salam, adımın çəkilməyini istəmirəm. Sadəcə bilin ki, bu hadisə realdır və bir daha təkrar yaşamaq istəmirəm. 2019-cu ilin iyul ayı idi. Yayın qızmar günlərindən biri. Ailəmlə birgə Bərdəyə gəlmişdik, kənd evimizə. Mən kəndi heç sevmirəm. Nənəmin Sovetdən qalmış köhnə, şəraitsiz evini, qaranlıq otaqları, uzun həyətyanı sahəni, hər tərəfdə ucalan incir ağaclarını sevmirəm. Elə buna görə də cəmi 3 dəfə gəlmişdim bu evə. O gün meyvə yığdıq, mürəbbə bişirdik, kompot bağladıq. Hər kəs yorğun idi. Axşam saat 1-də hamı yuxuya getdi. Mən də yatdım. Ancaq çoxlu su və çay içdiyim üçün gecə gözlərimi açdım. Ayaq yoluna getmək istəyirdim. Evimizdə 2 darvaza var. Biri böyük, biri balaca. Ayaq yolu isə balaca darvazaya yaxın yerdə idi. Anamı oyatdım. Xorulduyurdu, tərpənmədi. Atama getdim. Anamla get, qoy yatım dedi. Nənəmə dedim. Dedi həyətdə bir yer elə. Razılaşmadım. İçimdən dualardan yapışdım və tək başına həyətdəki qaranlığa çıxdım. Qapını açdım. Gecə sərin idi. Xəfif külək əsirdi. Ağacların yarpaqları səssizcə tərpənirdi. Həyətin işığını yandırmaq istədim. Boyum çatmadı. Daş atdım, düşmədi. Əllərimlə dartındım. Alınmadı. Əlacsız evə girib telefonumu götürdüm. Fənəri yandırıb geri çıxdım. İtim bir yerə zillənmiş baxırdı. Gözünü qırpmadan. Qaranlıq bir nöqtəyə. İçimdə qəribə bir narahatlıq yaranmışdı. Həyətdəki incir ağaclarını kesdim. Orada bir kölgə var idi. Öz kölgəmdir dedim. Əhəmiyyət vermədim. Ayaq yoluna qaçdım. Ürəyim döyünürdü. Birdən qoluma bir şey toxundu və qaçdı. Donub qaldım. Yəqin yarpaq idi dedim. Özümü sakitləşdirməyə çalışırdım. Geri dönəndə dabanımdan buz kimi bir əl yapışdı. Bütün bədənim titrədi, qışqırdım. O qədər bərk qışqırdım ki, səsim kəsildi. Atam ayıldı, qaçıb gəldi, məni evə apardı. Qabağımda oturub Quran oxudu, dualar oxudu və həmin gecə onunla yatdım. O gündən sonra yatmazdan əvvəl Ayət-ül Kürsü oxuyuram, hər gecə. O hadisədən sonra bir daha tək həyətə düşmədim. Bu hadisə bəlkə kənardan adi görünə bilər, amma o soyuq əlin toxunuşu, o kölgə, o baxışlar hələ də beynimdə təzə kimi yaşayır. Bu hadisə bizə izləyicimiz tərəfindən göndərilib. Şərhlərdə etika qaydalarından çıxmamağa riayət edin.